Valla hamıza salam olsun. Bak salamdan sonra oturmuşam birbaşa evin sahibiyle Aksakal'la. Deyəm mən Aksakal. Deyəm bu ev yerləşir Xırdalanda. Xırdalanda. İcra hakimiyyətinin düz yanında. Poçtun qabağında. Poçtun qabağında deməli Natarusun 2 nömrəli Natarusun, 1 nömrəli. Bir. 1 nömrəli Natarusun binasıdır da. O Bahadur müəllim işləyən. Natarusun həmin o işləyən Natarusun binasındadır. Bax gördünüz bu ev deməli hardasa neçə kvadratdır? Müqavilədə 47 kvadrat. Müqavilədə 47 kvadratdır, amma ev böyükdür. Çünki niyə böyükdür? Bu kişi öz izah edir ki, bu axırıncı mərtəbə olduğuna görə bunlar bunu artırma imkanı olub, artırıblar. Bax burada nə qalır Aksakal 5-3? 5-3-dən nə qalır? Orada deməli bizə Quxna mebelindən başqa hər şey götürəcəyik. Hə, Quxna mebelindən başqa, deməli bunların mətbəx mebeli bax görürsüz bax burada. Bax mətbəx mebeli budur. Qiymət deməli 80 min demək istəyirsiniz yoxsa? 80 min deyir bu kişi. Deməli bu müqavilədir, amma siz qufçan alasınız. Bina qufçalıdır. Bu qufçanı almayın. Bax görmüş olduğunuz bu mətbəx mebel qalır. Bax bu da bunun görüntüsüdür. Bax görürsüz. Bax bunun görüntüsüdür. Bax belə. Düz deməli Xırdalan şəhərin mərkəzidir. İcra hakimiyyəti binasının yenə təkrar yanıdır. Qiymət 80 min ilkin olaraq qiymətdir. Aşağı endirim var. Qufçalı vəziyyətdə. Bax mən çəkdiyim yer bunun oturaq yeri idi. Yəni zal dediyimiz yerdir. Bax bunların yataq otağıdır. Bax görürsünüz bu yataq otağıdır bu. Pəncərəsi də var. Burada nə 5 hamısını götürürlər. 80 min manat verirsiniz. Bax bu da bunun balaca bölgə. Balaca olmasa bir 12 kvadrat var. Bax bu da belə bir həyət evidir. Xırdalanda qufçalı vəziyyətdə 80 min manata bir otaq, 2 otaq, 3 otaq gedir. Də düzdür Aksakal. 3 otaqdır. Bu da bunun sanitar qovşağıdır bu vəziyyətdə. Bax belə. İndi kimə maraqlıdırsa bizlə əlaqə saxlaya bilər, zəng eləyə bilər, tələsin. Çox gözəl bu variantdır, çox gözəl bir təklifdir. Aksakal hər şey düz qeyd elədim. Bəli, bəli. 80 min manat, Bəli, bəli. 3 otaq, Bəli. qufçalı vəziyyətdə. Gəlir 80 minin sənə şirinlik elib, verir, başlayır yaşamağa. Həmən konserdə götürürsən? Götürəcəyik. Yəni. Konserdə götürür. Lüstru götürürsən? Hə, bir dənə demişəm ki, şeydə Lüstru da götürürsən? mebel qalacaq, Quxna mebel. Lüstru da götürürsən? Baxacağıq da. Ha, baxacaq, O yalanla öz aramızın nurları. Ha, heç nə. Hə. Nəysə gəldik sona. Əsas odur ki, bizim sona gələn olması. İndi binanı çəkərəm çöldə. Bax, bu da bunun giriş hissəsidir. İndi düşüb binanın həyətini çəkirəm. Sizə hər şey aydın olsun. Hara, niyə gəldiniz, qəşəng biləsiniz. Deməli, bu da bunun liftidir. Lifti gözləyirik, lift gəlsin. Sizə tam çəkirəm ki, sizə hər şey aydın olsun. Artıq mən liftdəyəm. Bax, gördüyünüz kimi lift qalxır 12-yə, o axırıncı mərtəbədir. Deməli, şükür Allah, liftdən çıxdıq. Bax, bu da bunu gördüyünüz bu da bunun həyətidir. Bax, belə bu vəziyyətdə. Buradan da çıxırsınız düz poçtu yanına. Bax, belə bir çəkiliş yoxdur. Azərbaycanda, xüsusən də Xırdalanda mən çəkirəm. Bax, görürsünüz, poçtu. Bax, bura gördüyünüz. Bax, görürsünüz. Bax, burada icra hakimiyyətidir. İstəyirsiniz gəlin maşını saxlayırsınız burada, keçirsiniz evə. Nəysə, sağ olun, salamat qalın.